Salam, bugün biz sizlərlə 6 aprel buraxılış imtahanının ingilis dili cavablarına baxacağıq. Bu videomuzda ingilis dilinin qrammatikasının cavabları, digər videomuzda isə reading, yəni mətnin cavabları olacaq. Gəlin başlayaq. 7-də oxuyuruq və görürük ki, choose a correct option, düzgün fikri seçək, yəni düzgün variantı seçək. Burada my sister wanted me to cook the meal quickly olacaq, yəni Y variantı. 8-ə baxdıqda we usually go by'dan sonra heç vaxt article olmur və buna görə də burada boş çoxluq olacaq. But today we are taking the bus. Y variantı düzgün cavabdır. Daha sonra 9-a baxdıqda yenidən düzgün cavabı istəyir bizdən. The teacher asked us questions. Questions'ın axırında görürük ki S var və buna görə də cavabımızda much və a little atacaq. Çünki much və a little sayılmayan tək isimlərlə işlənir. Və A, C, D, Y variantlarımız gedir və beləliklə many, a few cavabımız B variantıdır. Daha sonra 10'da baxdıqda the climate təkdədir və buna görə A, C, D, Y variantlarımızı atırıq. Cavabımız bizim olur B variantımız, yəni is. He gave me phone number and I give him phone number. Bundan qabaq biz özündən sonra isim tələb edən əvəzlik seçməliyik. Və buna görə də yours, hers və hers. A, C, Y variantı birinci hissəyə görə gedir. İkinci hissə oxuduqda isə and I give him və burada isə özündən sonra isim tələb etməyən əvəzlik işlənməlidir. Və buna görə də your sözünü də atırıq. Yəni D variantı da gedir. Və beləliklə cavabımız B olur. 12'də bizdən düzgün cümləni qurmağımızı istəyir. Və biz baxaq. It birinci 3 gələcək. It was snowing when the guests arrived. Yəni D variantı. 13'ə baxaq. Burada bizdən düzgün preposition seçməyimizi istəyirlər. The museum is far from, çox uzaq, far from our office. If you go there on foot. Bilir ki, ondan footla həmişə 10 işlənir. Yəni cavabımız C variantı olacaq. Daha sonra 14'də bizə cümlə verib və onu düzgün passive voice-a, yəni məhsul növə çevirməyimizi istəyir. They picked up bananas in the forest. Və bizim burada tamamlığımız bananasdır və cümləmiz keçmiş zamanda olduğuna görə biz were götürürük. Daha sonra picked up in the forest. Əgər axırında by ilə da versəydi o da düzgün idi. Lakin o birisi digər variantlarda səhvlik olduğuna görə düzgün cavabımız A variantıdır. 15'ə baxaq. 15'də bizdən sinonim cütlüklərini istəyir. Yəni biz düzgün sinonim cütlüyünü D variantı olaraq götürəcəyik. 16'da my family barbecues yesterday. Burada isə had olacaq. Yesterday keçmiş, bitmiş zaman olacaq. Baxırıq cavablardakı heç birində keçmiş uyğun gəlmir və ona görə cavabımız elə A variantı olacaq. 17'də bizdən düzgün conjunctını, yəni bağlayıcını seçməyini istəyir. You should stay at home because you are ill. Sən gərək evdə oturasan, çünki xəstəsən. D variantı. 18'də düzgün modal söz seçməyimizi istəyir. Və baxaq, birinci variantlarla işləyək. Haven't to. Bilirik ki, don't have to olmalıydı. Bu getdi. Yəni B variantımız və D variantımızı atırıq. Aren't able. To'su yoxdur. 2 də gedir o zaman. Və D də Y də gedir. Beləliklə mustn't və shouldn't variantlarımız qalır. İndi 19-cu suala baxaq. 19-cu sualda da düzgün cavabı istəyir bizdən. Those flowers look than these ones. Biz burada zəni görürük və deməli müqayisə dərəcəsidir. Müqayisə dərəcəmizdə the best üstünlük dərəcəsidir. Best heç nə yoxdur. Həm də düzgün deyil. Biz müqayisə dərəcəsini qoymalıyıq. Better. Elə cavabımız C variantıdır. 20'də
Yenidən düzgün istəyir. Found you last night.